1930 illərində Amerika psixologiyasında insanın inkişafının əsas sürücüsü genetik mirasın, təbiətin, yoxsa ətraf mühitin, tərbiyənin hansı olduğunu müəyyənləşdirməyə yönəlmiş böyük bir elmi diskussiya mövcud idi. Bu təməl suala qəti cavab tapmaq niyyətində olan Yale Universitetindən psixoloq Winthrop Niles Kellogg olduqca radikal və sonralar etik cəhətdən mübahisəli sayılan bir təcrübəyə başladı. Onun hipotezi bu idi ki, əgər bir meymun balası tamamilə insan kimi böyüdülsə, insan davranışlarını, idrakını və ünsiyyət formalarını nə dərəcədə mənimsəyə bilər? Bu eksperiment bir heyvanxana və ya yüksək texnologiyalı laboratoriya şəraitində deyil, Kelloggların öz evlərində, adi bir ailə mühitində həyata keçirildi. Təcrübə rəsmən 1931 ilin iyun ayında start götürdü. Tədqiqatın insan iştirakçısı o zaman 10 aylıq olan Kelloggların öz oğlu Donald Kellogg idi. Primat iştirakçısı isə Kubadakı bir mərkəzdən gətirilmiş və təxminən 7,5 aylıq dişi şimpanze balası Gua idi. Kellogglar elmi tərəfsizliyi qorumaq məqsədi ilə hər iki balanı, həm insan, həm də primat balasını tamamilə bərabər şəraitdə böyütməyə çalışdılar. Bu, Gua'nın Donaldla eyni paltarları geyinməsi, eyni yataqda yatması, eyni qidaları alması və eyni dərəcədə sevgi və təmas görməsi demək idi. Təcrübənin davam etdiyi dövr ərzində Kellogglar hər gün Donald və Gua'nın motorika, emosional və idrak inkişafını çox dəqiqliklə qeyd edirdilər. Təcrübənin ilk bir neçə ayı, yəni 1931-ci ilin payızına qədər, Gua bəzi fiziki və motor vərdişlərdə Donalddan üstün idi. Təxminən 15 aylığında Gua fincandan su içmək və qaşıqla yemək kimi incə motor bacarıqlarını daha tez mənimsəmişdi. O, eyni zamanda Kelloggların verdiyi bəzi şifahi komandalara reaksiya verməkdə də Donalddan daha çevik idi. Gua ailəyə güclü emosional bağlılıq göstərirdi və bəzi hallarda Donald anasına yaxınlaşanda qısqanclıq nümayiş etdirirdi. Bu ilkin müşahidələr bir anlıq ətraf mühitin təsirinin, tərbiyənin, genetik məhdudiyyətləri üstələyə biləcəyi illüziyasını yaradırdı. Lakin təcrübənin həlledici məqamı dil mənimsəmə mərhələsində ortaya çıxdıqda genetik irsiyyətin təbiətin qoyduğu sərhəd qəti şəkildə aşılmaz oldu. Şimpanzenin anatomik quruluşu insan nitqini tələffüz etməyə imkan vermirdi və Gua ünsiyyət üçün yalnız primatlara xas səslərdən və jestlərdən istifadə edirdi. Təcrübənin ən narahat edici nəticələri 1932-ci ilin yanvar-mart ayları arasında müşahidə edildi. Bu dövrdə 19 aylıq Donald ətraf mühitdə üstünlük təşkil edən Gua'nın səslərini təqlid etməyə başladı və öz dilini öyrənmə prosesində ləngimə yaşadı. Təcrübə 1932-ci ilin mart ayında dayandırıldıqda Donaldın lüğətində normal yaşıdlarından xeyli az, cəmi 3 və ya 4 fərdi söz var idi. Kellogglar anladılar ki, təcrübənin davam etməsi oğullarının normal psixoloji və nitq inkişafına ciddi zərər verə bilər. Bu da təcrübənin cəmi 9 ay sonra, vaxtından əvvəl dayandırılmasına səbəb oldu. Təcrübənin dayandırılmasından sonra Donald Kellogg valideynlərinin intensiv dil stimullaşdırması sayəsində qısa müddət ərzində itirilmiş vaxtı bərpa etdi və normal inkişaf səviyyəsinə çatdı. Gua isə primat mərkəzinə qaytarıldıqdan bir il sonra vəfat etdi. Bu tarixi araşdırma elmi ictimaiyyətə bir daha göstərdi ki, insan və primat arasındakı genetik sərhədlər, xüsusilə də dil və abstrakt idrak kimi ali funksiyalarda, ətraf mühitin güclü təsirinə baxmayaraq əsas determinantdır. Ən əsası, Kelloggların bu təcrübəsi öz övladının inkişafını riskə atması səbəbindən müasir etik standartlara görə qəbul edilməz sayılır və insan iştirakçıları ilə aparılan tədqiqatlarda etik çərçivələrin və qorunma mexanizmlərinin, məsələn, Nürnberg kodeksi formalaşmasında mühüm rol oynamışdır.